Röya Ayxanın həyat yoldaşı Anar Cəlilov son vaxtlar Röyadan da məşhur olub. Arada canlı açır, maraqlı suallara cavab verir. Hə, amma belə çox kökəlib, üzü yaşlı olub. Niyə görə belə oldu Anar müəllim? Bəlkə də Röyanın xiffətini eləyir. Yox, danışmayım. Ailəsi var. Bəli, xalq arası Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov növbəti açıqlaması ilə diqqət çəkib. Bizim medianın məlumatına görə o TikTok canlısında xalq arası Aygün Kazımova ilə dostluğundan danışıb. Ümumiyyətlə, Anar belə maraqlı adamdır, o da maraqlı adamdır. Aygün xanım da mənim dostumdur, gözəl dostluq bacarır. Aygün Kazımovanı deyib Anar Cəlilov səmimi adamdır, qadındır. Biz həmişə dostluq etmişik. Aygün xanım da salamlar, xanıma da salamlar. Aygün hərdən zəng et. Mənim nömrəm o biridir. Gecələr zəng edirdin ki, haradasan deyə Anar bildirib. Təbii ki, dostlar bir-birini də oradan da axtaranda bir də görsən gecədə zəng vururlar, haradasan? Təbii ki, o adam deyir, evdəyim. Amma belə həmişə daima o sualı verdiyinə görə daima da o ənənəni saxlayır. Amma yenə də deyirəm, Anar çox kökəldi, çox dəyişdi.